19 iyun 2025-ci il bir xəbəri diqqətinizə çatdırıram. İsrailin Beer-Şeva şəhərində İrana məxsus raketlərdən biri Soroka xəstəxanasının üzərinə düşüb. Bu barədə məlumatı Shot Telegram kanalı yayıb. Kanalın yaydığı görüntülərdən hadisənin ilk dəqiqələrini və dağıntının miqyasını görmək mümkündür. Maş Telegram kanalı isə hadisə nəticəsində 9 nəfərin xəsarət aldığını yazıb. Onu da qeyd edək ki, İsrail Müdafiə Ordusu bu səhər İranın ölkə istiqamətində təqribən 20 raket attığını açıqlayıb. Həmin raketlərin İsrailin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulduğu qeyd olunub. Bir son dəqiqə xəbəri isə Netanyahunun açıqlaması ilə bağlıdır, dəyərli izləyicilər. O, xəstəxanaya hücuma sərt reaksiya veribdi. İsrailin baş naziri Benyamin Netanyahu İranın İsraildə xəstəxanaya hücumlarını kəskin şəkildə pisləyib. O, bu barədə özünün X hesabında yazıb. Bu səhər İranın terrorçu tiranları Beer-Şeva şəhərindəki Soroka xəstəxanasına və İsrailin mərkəzində mülki əhaliyə raket zərbələri indiriblər. Biz Tehrandakı tiranlardan tam bədəl tələb edəcəyik deyə Netanyahu vurğulayıb.